20 sual. Nəsil şəcərəsində insanların qan qruplarının fenotipləri verilmişdir. Rəqəmlərlə işarə olunmuş hansı insanın qan qruplarının genotipini dəqiq təyin etmək olmaz? Gəlin baxaq. Nəzərinizə çatdırım ki, bu 2025-ci ilin birinci şansından biologiya düşən suallardandır. 4-cü qan qrupu ikinci qan qrupudur. 4-cü qan qrupunu bilirəm ki, fenotipi necədir? AB. İkinci qan qrupunun iki cürdür. Bir OA-dır, bir də AA-dır. Mən birinci ikisindən çarpazlaşdırıram ki, görüm hansında ikinci və üçüncü qan qrupu olur. Çarpazlaşdırıram. A, B-ni çarpazlaşdıracağım. Birinci OA ilə. Burada iki tip qameti yaranır. A və B qameti. Buradan da iki tip qameti yaranır. O və A qameti. Birləşdirəndə yaranır OA, AA, OB və nə AB. OA ikinci qan qrupudur. AA ikinci qan qrupudur, OB üçüncü qan qrupudur, AB dördüncü qan qrupudur. Deməli, AB ilə ikinci qan qrupunun fenotipi OA olduğu zaman ikinci və üçüncü qan qrupu olur. İkinci qan qrupu amma OA da ola bilər, AA da ola bilər. İndi mən bilmirəm ki, bu OA-dırmı yoxsa AA-dırmı. Deməli, mən bunun genotipini tam dəqiq təyin edə bilmirəm. Ona görə birincini götürürəm. Amma üçüncü qan qrupunu mən burada genotipini tamamilə dəqiq öyrənə bilirəm. Çünki o B-dir. Yəni, rahat bir şəkildə müəyyən edə bildim. Gəlin, hər ehtimalı AA ilə də olana baxaq. AB-ni çarpazlaşdırıram AA ilə. Bu zaman nə baş verir? Çarpazlaşdırdım AA ilə. Bu zaman AA-dan bir tip qamet yaranır. A qameti birləşdirəndə AA və AB yaranır. Burada A ikinci qan qrupudur, AB dördüncü qan qrupudur. Yəni, burada mən üçüncü qan qrupu tapmıram. Ona görə deməli, mən onun ikinin də genotipini tamamilə müəyyən elədim ki, daha doğrusu bunun genotipini müəyyən elədim ki, o A-dır. AA deyil, çünki AA olanda üçüncü qan qrupu olmur. Deməli, sonra gəlirəm növbəti hissəyə baxıram. Deməli, üçüncü qan qrupunu tapdım ki, OB-dir. Üçüncü qan qrupunu çarpazlaşdırıram ikinci ilə. O ikinci yenə qeyd edirəm. A da ola bilər, O A da ola bilər. O B-ni çarpazlaşdırıram O A ilə. Baxam görüm hansında 4 və 3-cü qan qrupu alınacaq. O B-ni O A ilə çarpazlaşdıranda buradan O və B qameti, buradan da O və A qameti alınır. Birləşdirdiyim zaman isə nə alınır? Alınır burada O, bu birinci qan qrupudur. OA bu ikinci qan qrupudur. OB üçüncü qan qrupudur. AB dördüncü qan qrupudur. Deməli, mən burada OB-ni OA ilə çarpazlaşdırdığım zaman 4-dən 3 alınır. Üçüncü qan qrupu olur OB, dördüncü qan qrupu da olur AB. Yəni, mən bunun genotipini tamamilə dəqiq müəyyən edə bildim. Gəlin, hər ehtimalı AA ilə olana da baxaq. OB-ni çarpazlaşdıracağım AA ilə. Bu zaman nə olur? Bu zaman AA ilə çarpazlaşdıranda bir tip qamet yaranır. A qameti birləşdirəndə OA və AB alınır burada. OA ikinci qan qrupudur. AB dördüncü qan qrupudur. Burada üçüncü qan qrupu olmur. Deməli, bunun genotipi AA deyil. OA-dır. Mən bunu da müəyyən edə bildim. Deməli, hər birinin tamamilə dəqiq genotipini müəyyən eləyirəm. Sadəcə burada birincinin genotipini, yəni ikinci qan qrupunun genotipini tam dəqiq müəyyən eləyə bilmədim. Çünki o A da ola bilər, AA da ola bilər. Deməli, cavabımız nə olacaq? Yalnız 1 və A variantı.